yer dəyişmə etməsi orada görülən işdən xəbər verir. Orada müəyyən qədər nə vardır? İş vardır. Və iş qüvvə ilə yer dəyişmənin hasilinə bərabərdir. Məsələn, deyək ki, üfüqün müstəvidə bir dənə cisim var burada. Sən də bunu nə edirsən? F qüvvəsi ilə dartırsan. Və cisim hərəkət edir, gəlir hər hansı bir digər bir nöqtəyə. Buradakı yer dəyişməmiz nə qədər olsun? S. Onda bu zaman görülən iş A bərabərdir. F vurulsun S-ə bərabərdir. Gördün? Təriflə düstur üst-üstə düşdü. Qüvvə ilə yer dəyişmənin hasilinə nə deyilir? İş deyilir. İş skalyar kəmiyyətdir, enerji kimi. Və enerji cinsindəndir əslində. İşlə enerjinin vahidi eynidir. Nədir enerjinin vahidi? Joule. İşin də vahidi nədir? Joule'dur. Əgər Joule'u açsaq burada, 1 Joule nəyə bərabərdir sizcə? Qüvvənin vahidi nə idi? Newton. Yer dəyişmənin vahidi nədir? Metr. Onda Newton vurulsun, metrdə yazmaq olar. Bəs Newtonu da açsaq, ümumilikdə beynəlxalq sistemin əsas vahidi nə? Kilogram vurulsun, metrin kvadratı nurlan bölünsün, saniyənin kvadratı olur. Təşəkkür, beynəlxalq sistemin əsas vahidləri ilə ifadəsidir. Kilogram vurulsun, metrin kvadratı bölünsün, saniyə. Həmən ağzınıza bir şey gəlir. Hasil var. Hasil varsa nə var? Sahə var. Buna görə də qədərsə Fs qrafiklərində bu ola bilər sizə F'in X-dən asılıq qrafikində versin. X koordinatdır da, bilirsiniz. Yer dəyişmə də koordinatın dəyişməsinə görə də koordinat da verirsə fərqi yoxdur. Belə bir dənə qrafik verir. Və sənə deyir ki, görülən işi tap, yağmır. Neyiniyəsən? Xəttin altında qalan hissəni qaralayacaqsan, buradakı sahə, böyük sahə deyil. Sənə verəcək işi, yəni götürüb F'i S-ə vurub birbaşa yazmaq olmaz.